Salam güzel insanlar, salam mənim izləyicilərim. Bugünkü losyon möhtəşəm keçəlləşməyə, tökülməyə qarşı bir effektiv bir losyondur. Deməli, bu inqrediyentlərdən ibarətdir. Süzülmüş, distil olunmuş su 1 stəkan, rozmarin otu, baxın budaqlarıdır 4-5 ədəd, 5-6 ədəd dəfnə yarpağı, 20-25 ədəd mixək və əlbəttə ki, nanə cövhər apteklərdən əldə edə bilərsiniz. 1 stəkan suya əlavə edirik qazana, 5-6 ədəd dəfnə yarpağı, 20-25 ədəd mixək və 4-5 ədəd rozmarinin budaqları qoyuruq vam odda. Bir məqama toxunum ki, vam odda dəmləmə proseduruna, yəni tam qaynamamış götürürük. Yəni vam odda bu qaynama proseduruna düşməlidir. Götürürük, qoyuruq kənara, soyuyor, soyandan sonra süzürük bir sifona. Süzəndən sonra bu dəmləmənin üstünə əlavə edirik 1 çay qaşığı nanə cövhərin dəmləməsini apteklərdən əldə edə bilərsiniz. Əlavə edəndən sonra yaxşı-yaxşı çalxalayırıq və 5-3 ay ərzində təmiz saç köklərinə püskürdürük, yumruq qalır. Hələlik gözəl insanlar.